heç bir şeydən çəkinmədən, heç kimdən qorxmadan nə gəldi deyirsiniz də, promoy adamsınız, belə deyək də. 13-03-73. Elə belə, mən elə belə adam deyiləm ha, elə belə qız deyiləm ha. Əli Mirəliyev nə eləmişdi bəs onu qovladınız? Az. Dedim mən az deyiləm, əl verdiyim mətanətlə. Hə, ola bilər. Ola bilər nə idi? Ay Allah qorxuram. Mən çox əlim. Ayda, həqiqi. Çox bərkəm. Əlimi tərk edirəm. Amma siz onsuz yəni çox belə insan incitməyə bacaran insan deyilsiniz. Su gətirək. Mən beləyəm. Salam, yenidən sizin qarşınızda olduğum üçün özümü çox şanslı hiss edirəm. Bugün bizim qonağımız gözəllər gözəli, çox sevilən aparıcımız Mətanət xanımdır. Xoş gəlmisiniz Mətanət xanım. Sağ ol əzizim, Nigarım. Nigaran qoymadım yəqin ki səni və təşəkkür edirəm. Əslində ilk dəfədir ki bu cür layihədəyəm. Çox dəvətlər olub, amma nədənsə nə vaxtım olub, əstəğfurullah, heç vaxt heç kimə demirəm ki gəlmirəm. Sadəcə şansın doğrudan gətirdi ki, bugün mənim boş vaxtım oldu əzizim. Bəli, mən çox şanslı adamam. Bu arada təşəkkür edirəm təklifimizi qəbul edib gəldiyiniz üçün. Dəyərli zamanınızı ayırdınız bizə. Necəsiniz Mətanət xanım? Olarmı sizdə bizdə danışmayaq? Mən özümü narahat hiss edirəm. Elə bir iclasdayam. Sən deyəndə mənə daha rahat olur. Baş üstə. Həqiqətən. Hətta mənim verilişimə qonaqlar gələndə mənə mətiş deyəndə doğma oluram. Səmimi olur söhbət. Mən biraz belə diskomfort hiss edirəm. Siz, onu kişi qadına siz desin, xanım desin. Amma belə Mətanət, Nigar, bax bu cür. Mənim üçün əksinə çox çətin olur sən demək. Yox deyil, mən burada heç bir şey görmürəm. Qoy səmimi olsun söhbət. Siz olanda sanki elə bir iclasda oturmuşam, sizdir, bizdir. Mən xoşuma gəlmir o cür belə. Çünki iki xanım danışır. Əgər qarşımda bir kişi aparıcı olsaydı, heç bir söz deməzdim. Amma iki xanımın həm belə deyək də bir aparıcı, bir aktrisa, bir aparıcı, bir aktrisa, bu artıq səmimi söhbət olmalıdır. Baş üstə. Çox təşəkkür edirəm bu şəraiti yaratdığınız üçün. İşləriniz necə gedir Mətanət xanım? Nəsə yeniliklər var, yoxsa bilirəm çox çalışırsınız onsuz işlər. Yenilik, mən başdan ayağa yeniliyəm də. Həftə içi 5 gün, məsəl üçün Xəzər axşamındayam, canlı efirdir. Yeri gəlmişkən Xəyanətdən sonra verilişindəyik, Xəyanət serialında özün çəkilirsəm. Bazar günü Qız Atası serialı, cəmi bir şənbəm olur. Onda bura gəldim çəkilişə və olur ki, şənbə günləri də nəsə bir işim çıxır. Yəni, bugün səhər tezdən məsəl üçün qaçdım tez dırnaqlarımı düzəltdirdim ki, vaxtım yoxdur, getdim bunu dəyişdim. Yəni, belə. Necə çatdırırsınız Mətanət xanım bu qədər işləri? Sevirəm də, həyatı sevirəm. Çox həyatı sevərəm, çox sevirəm işimi, hədsiz dərəcədə sevirəm işimi. Bəlkə də bu baxımdan ona görə işimi sevməsəm mən alınmaz məndə. Və daimə nə olur olsun, daimə auranız o qədər gözəldir ki və çox xoş əhval-ruhiyyə verir. Sən deməyə çalışım. Yavaş yavaş. Efirdən sizi izləmək doğrudan çox gözəldir. Ona hamı deyir, gələn qonaqların bəzən görsən ki, əhvalı olmur. Verilişə girir, deyir, evdə deyir, bir problemim var idi. Bura gəldim, tam fərqli oldu. Çünki mən hamıya üzüm gülür, özüm şənəm. O verilişdə 2 saat yarım məsəl üçün mən tamam unuduram özümü, bütün dərdimi, bütün o ağrılarımı. Bəzən olur ki, ayağım elə ağrıyır ki, o stilettoların içində belə qalır. Hamıya deyirəm, divanın arxasına keçdimsə, bilin ki, ayaqqabılarımı orada 2 saniyədə olsa birini çıxardıram belə, birini. Və yaxud da yerdə otururamsa, bilin ki, bu da mənim sirlərim də açıqlayım. Yerdə otururamsa, bilin ki, ayaqqabılarımı tez uzun ətəklər geyinirəm deyə. Oradaca belə başımı yelə-yelə, musiqiyə qulaq asa, artıq orada da ayaqlarımı dinlədirəm ki, inciməyim də, neyniyim. Hə, neyniyəsi, doğrudan da. Mətanət xanım, incəsənət adamları arasında, aparıcılar arasında
ən gözəl və ən çılğın xanımsınız, belə deyərdim. Siz uşaqdan dəcəl olmusunuz, yəni? Mən dəcəl olmamışam. Yox, çox sakit qız olmuşam, oynamışam özüm. Amma sadəcə hərəkətli uşaq olmuşam. Hətta uşaq vaxtı hiperaktiv qoydular adımı. O vaxt anam hardasa 3-4 yaşım olanda həkimə aparmışdı. Bir Yahudi həkim var idi. Hətta ondan qorxmuşdum. Belə qadın idi, belə kişiyə oxşurdu. İkimiz bir yerdə qaldıq. Bir psixoloq idi. O anamı sonra çağırdı. Dedi ki, bu qız çox hiperaktivdir. Hətta anam belə elədi. Bəs böyüyəndə nə olacaq? Böyüyəndə heç onun qarşısını ala bilməyəcəksiniz. Və həqiqətən də elədi. Nə yaxşı ki, beləyəm mən. Çılğınam. Nə yaxşı ki, mən bəzən deyirlər o şıltaq. Yox, mən şıltaq deməm. Çox emosionalam. Hər şeyə tez reaksiya verənəm. Tez özümdən çıxanam. Və o dəqiqədə də fıs yatanam. Və balaca uşaqdan belə üzr istəməyə bacaran insanam. Heç kimin xətrinə dəysəm belə, yəni məni tanıyan adamlar o deyir. Heç üstünə 2 saniyə keçib gedirəm, qucaqlayıram, öpürəm, üzr istəyirəm ki, bilirəm ki, səhv məndədir. Yəni bu da mənim də həyatım budur. Bəs eyni zamanda çox həssas insansınız da onda. Duyğusalsınız yoxsa? Çox, hədsiz. Bir şey deməm, dəqiqə başlayacağam ağlamağa. Hamının halına yanan bir insanım. Bəlkə də bu mənim bürcümdən də asılıdır. Balıq bürcüyəm deyə. Balıq? Hansı? Vay. Fevralın. Bəli. Mən martam. Mart ayının 13-ü. Mən balıq bürcü olduğuma görə, nə bilim, biraz 3 rəqəmlər mənə tam fərqli bir həyat tərzi göstərdi. Təsəvvür edin, 13-03-73. Elə belə, mən elə belə adam deyiləm, elə belə qız deyiləm. Məzənt xanım, çox səmimi, sözün düzün deyən, nadir insanlardan bilirsiniz. Yəni, birisiniz. Heç bir şeydən çəkinmədən, heç kimdən qorxmadan nə gəldi deyirsiniz də, promoy adamsınız, belə deyək də, qırmızı adam deyirlər, promoy adam deyirlər. Elə bir insansınız. Nə vaxtsa olub, yəni bu diliniz başınıza bəla olur, dürüstlüyünüz? O qədər, elə indinin özündə də elə. Birbaşa kiməsə nəyəsə, biri var ki, Nigar, məsəl üçün də mən gedirəm kənardan Nigarın arxasınca nəsə deyirəm. O ona deyəcək, Nigara gəlib çatacaq. Biri var ki, mən çəkirəm Nigarı, kənara deyirəm, Nigar, budur, vəssalam. Onu Nigar biləcək, mən biləcəm. Yəni, onu, yəni, üzünə deyirəm də, amma haqqına deyirəm mən. Yəni, nahaq heç nə danışa bilmərəm. Nədir, onu deyirəm. Kim istəyir, incisin, kim istəyir, inciməsin, özü bilər. Da, o mənim problemim deyil, amma mən çalışam ki, sözün düzünü deyim. Yəni, yalandan da, hətta musiqi belədir. İndi verilişim şou xarakterdir. Yaxşı mahnıya əvəzlə. Pis mahnını demirəm pisdir. Beləm, çox sağ olun. Amma yaxşı mahnını atıb girirəm. Ay, bunu necə oldu? Bu nə mahnıdır? Bunun burası niyə belə idi? Belə artıq müdaxilə edəndə bilirlər ki, mənim xoşuma gəlir. Xoşuma gəlməyən mahnı deyirəm ki, çox sağ olun. Gəlin əyləşin. Xətrinə dəymirəm. Çünki hər şey adamın insan xoşuna gələ bilməz axı. Çox dürüstsüz, Mətanət xanım doğrudan da. Bəlkə də onun səbəbindən başım həmişə belə başıma işlər gələr. Verilişdəki məsələn qonaqlarınızı özünüz seçirsiniz? Yox, mən verilişin qonaq qisminə qəti qarışmıram. Son anda yəni bilərəm ki, sabah mənim qonaqlarım filan kəslərdir. Vəssalam. Sadəcə münasibətim hamı ilə çox gözəldir deyə kimi dəvət edəndə onlar sevə-sevə gəlirlər ki, Mətanətin verilişi gəldi, biz dincələcəyik. Çünki orada intriqa yox, çünki orada qalmaqal yox, orada sırf mənim zarafatlarım, atma sözlərim, demək, gülmək, oynamaq, oxumaq və bir də görürsünüz belə, veriliş bitdi. Burada heç qalmaqal yoxdur. Niyə? Qalmaqal dövrü getdi. Mən 2013-14-cü illərdə 15-i 3 il ATV-də gündəlik verilişi aparanda onda qalmaqal, onda hər şey eləyirdi. İndi çevir tatı, vur tatı. Mənim üçün maraqlı deyil insanların şəxsi mətbəxi. Qəti maraqlı deyil. Olan şəxsi həyatı, olan şəxsi həyatıdır. Mənim həyatım, mənim həyatımdır. Mən nəyimə lazımdır onlar? Kimdən hara getdi, nə indi? Sən bunu nə dedin? Bunu sənə kim aldı? Bunu belə oldu. Mən uşaq oyuncağıdır. Mənə çatmır elə mövzular. İnşallah ki, öyrənərlər. Digər aparıcılarımız, müəyyən aparıcılarımız. Yox, əstəğfurullah, xətrini çox istəyirəm. Bəlkə də yeganə aparıcıyam ki, mən efirə çıxanda bütün telekanallardakı aparıcıları salamlayıram. Deyirəm, onlar mənim həmkarlarımdır, dostlarımdır. Hansı ki, çoxunu tanımıram.
Çoxunu doğrudan tanımıram. Toyda nə hansısa məclisdə belə görüşərik, amma şəxsi heç kimlə münasibətim yoxdur. Hə, sevdiyim dostlarım var ki, hə, Zaur Baxşəliyevdir. Yol çıxmışam illərlə Fort Bayarda gedib gəlmişik. Doğrudan çox istəyirəm. Var məsəl üçün ictimai televiziyada Salihdir. Sonra Zaur Kamalı belə tanıyıram, hörmət eləyirəm. Digər yəni heç kimdə Zümrüddür, nə bilim, digər qızlar ki, hansı ki gündə ünsiyyətim yoxdur onlarla. Amma hə, məclisdə olanda dururuq, qucaqlaşırıq, görüşürük belə. Mən artıq sizin bu aranızın səbəbini tapdım. Nədir ki? Bunlar imiş, paxıllıq yox. Yox. Heç belə bir qram ürəyinizdə belə kin mi deyim, nə bilim şey, heç bir şey yox. Tapdım artıq aranızın səbəbini. Tapdın mı? Diaqnozu qoydun mu? Bəli. Gedəndə möhürü də vur, mən o sənə damıya göstərim. Doğrudan ona çox inanıram Məmməd xanım. İnsan ürəyi nə qədər təmiz olursa, o qədər üzünə yansıyır, aurasına, enerjisinə yansıyır. Bir qadın ki, qadına kompliment deyirsə, bilin ki, onun heç vaxt paxıllığı olmaz. Mən gözəl bir qadın görəndə, verilişimə gələni, o qədər tərifləyirəm ki, deyirəm, ay nə qəşəngsən, ay nə gözəldir, ay nə qəşəngsən, nə gözəl geyinmisən, belə elə. Niyə də olmasın, niyə də olmasın, niyə paxıllıq eləyim ki? Ay onda var, məndə yoxdur. Ay məndə olmadı, onda niyə oldu? Bir şeylər yoxdur. Nə də odur da? Nə də reallıqdır. Mən elə bir insanam, bu günümü sonuncu gün kimi yaşayan insanam. Əgər mənim sonuncu bilim ki, əlimdə 50 manatım var, mən onu həmin günü xərcləyəcəm. Mənim sabaha etibarım yoxdur. Mən bilmirəm sabah mənim başıma nə iş gəlir. Məni ətrafdakı dostlarım bilirlər. Bədxərcsən, əlimə düşdü, getdi. Əlimə düşdü. Bunu alaq. Heç o mənə lazım deyil ha. Mənə həmişə deyirlər ki, mağazaya bir çörək adı ilə girən qız, kökü bir çörək alma. Bütün day əlimdə nə pulum var, o mənə lazım deyil. Bunu da alım. Lazım olar da, bunu da alım, onu da alım. Həqiqətən, o da bir şey deyil, bədxərclik, amma bu da mən özümü bu yaşdan sonra dəyişə bilmərəm. Eynən. Mətənt xanım, bəs bu sualı soruşmaq istəyirdim. İncəsənətə ümumiyyətlə marağınız necə başladı sizin aparıcılığa? Qoy mən bir şey deyim. Hardasa 3 yaşından mən Sumqayıtda Şəfəq, 38 saylı Şəfəq bağçası. İndiyə kimi yadımdadır. Ora gedirdim. Bir gün gəldilər ki, bəs Bakıdan, hardasa 4 yaşım var idi. Bakıdan Dövlət Televiziyasından bütün bağçaları gəzirlər. Bir diribaş bir qız axtarırlar. Allah rəhmət eləsin, diktor var idi. Hicran Hüseynov. Yəni Google-da versəz çıxacaq. Əvvəl saçları qapqara idi, balaca belə bəstəboy kiçik idi. Amma sonradan artıq yaşlaşdı və belə qalın eynəyi var idi. Dedilər, oynan bir veriliş, Sumqayıta aid bir tədbir. İndi biz də uşağıqdır, nə bilirik ki, amma bunu gəldilər, dedilər. Çünki gəlib hər bağçadan yoxlayırmışlar. Məhz 4-5 yaş arasında olan uşaqları bir də gördüm ki, gəldilər mənə dedilər ki, sən demə yoxlayıblar bir ki, və səni seçiblər. Təsəvvür edin, o boyda bağça, Sumqayıtda neçə bağça var. Məni siz bilirsiniz, mən necə sevindim, ay Allah. Və dedilər ki, mütləq şəkildə qara belə yubqa, ətək, ağ köynək olmalıdır, bir də belə bantika olmalıdır. O vaxt o siz onu almaq, onu eləmək çox belə də imkansız idi hər şey o vaxtki dövrdə. Amma heç vaxt unutmaram. Dedim, bax körəldim. Siz Su gətirək. Mən beləyəm. Çünki anam, atam yadıma düşəndə belə oluram. Anam bilməm, gecə ilə evdən bir parça tapmışdı. Mənim ölçülərimi götürdü. Bizdə paltar tikə maşını yox idi. Anam çox ideal şəraitdə əl tikişi eləyirdi. Elə bilirdin ki, maşın tikib də. Təsəvvür edin ki, özdə qat-qat yubqa tikmək nə deməkdir? Mən səhər durdum ki, ay Allah, mənim yubqamda hazır köynəyim var idi. Yubqam yox idi. Bir də ondan bir bant eləmişdi belə. Təsəvvür edin ki, mən necə sevinirdim və qısa saçlarım var idi belə. İpək kimi saçlar idi, qapqara. Mən bilmirdim, uçurdum da. Çünki onu almaq lazım idi. Onun imkan yox idi ki, getsin mamam alsın. Çünki xəstə qadın idi. Atam bir dənə işləyirdi. Onun Sovet dövrü danışıram sizə.
70 neçənci ilin axırıdır da 4 yaşım var idi. 75-76-cı ildə. Sonra mən çox sevindim ki, onu anam tikmişdi, ütülədi, mənə geyindirdi. Onu sonra gəldik bağçaya. Artıq gördük ki, dövlət yolu kameralar belə ki, hamısı gəlmişdi. Biz oradan bağçadan çıxış edərək məni orada çəkdilər. Sonra gəldik SK klubu deyilən bir yer var idi. İcra hakimiyyəti ilə üzbəyiz, indi də var o klub. Gəldik ora, geniş tədbir və mən oxuya bilmirəm, bir şey eləyə bilmirəm. Təsəvvür eləyin ki, Hicran Hüseynov deyir və mən improvizələr edirdim. 4 yaşında. 4 yaşındayım. Mən sizə deyəcəm, mən 3 yaşından fortepianoda 3 mahnı ifa etməyi öyrənmişdim evdə. Tarla qızları, bilirsiniz mahnını? Ha, bəli. Oxu görün. Yox, bilmirəm, oxuyamıram. Tarla qızları, bax o köhnə mahnı idi. Nə gözəldir, nə qəşəng tarla qızları. Na. Mən onu bir barmaq neydi? Akord belə çalırdım, ifa edirdim, bir barmaqdan da akord tuturdum. Sabahçı vals tararam, pam pam barabım, pam pam bir də cücələrimi özüm evdə öyrənmişdim. Mən incəsənətə uşaqlıqdan çox həvəsim var. Nəysə o tədbir oldu. Yəni mən orada o qədər gözəl elə bilirdim ki, ora mənimdir də, mən illərin aparıcısıyam. Təsəvvür elə, mən o cür elə sonra mən qəti qarşıma məqsəd qoydum ki, mən özüm üçün tamaşalar göstərim. Bizə evə qonaqlar tez-tez gəlirdi, atamın dostları. Mən onlara mahnı oxuyurdum ki, hamı deyirdi, bu artistka olacaq, artistka deyirdilər də, o da aktrisa demir. Bu artistka olacaq. Babam da dedi, ürəyə nə istəyir olsun. Çox mən azad bir ailədə də olmuşam, böyümüşəm. Mənə azadlığı çox verirdilər. Çünki o vaxt Sovet dövründə bəlkə də heç kim qızını, oğlunu heç kimə həvalə etməzdi ki, bir rəhbər və 10-15 uşaqlarla mən heç vaxt nə qış tətili, nə yay tətilində evdə olmamışam. Mən bütün MDB ölkələrini gəzmişəm. Mənim çox gözəl dünya görüşüm var. Mən papamla, yəni atamla, Allah rəhmət eləsin hamısına dünyanı gəzdirib məni və gəzdirib daha elə belə mağazalara yox, mən muzeylərə gedirdim. Mənim uşaqlıqdan hər şeydən anlayışım var. İndi mənə deyirlər ki, sənin hər şeydən anlayışın var. Necə olur? Çünki mənim bünövrəm o cür qurulub. O çox böyük bir şeydir. Mən indi durub nəsə oxumaqla bura işinə girməyəcək. Sən görə yadda qala mütləq şəkildə olur. Bax, budur. Yəni, uşaqlıqdan məni kövrətdin, anam, atamı da yadıma saldım, Allah hamısına rəhmət eləsin. Amma həqiqətən mən sevgi içində də olmuşam. Çox. O söhbət o kasıblıqdan getmir. Sevgi içində. Çünki mən məktəbdən gələndə pilləkənləri qalxırdım 5 mərtəbəli evdə. Gördüm ki, musiqi səsi bizdən gəlir. Mən içəri daxil olurdum ki, atam qaraçı rəqsi çalır, anam da düşüb ortalıq oynayır. Mən bu cür böyümüşəm. Bir tikə çörək tapmışıq, onu biz rəqslə, musiqi ilə, sevə-sevə. Mən atamla anamın o sevgisini görmüşəm. Mən bir adıma gəlmir ki, onlar dalaşsınlar. Həmişə biri-birinin qayğısını çəkib. Çünki anam xəstə idi. Atam ona necə qayğı göstərdi. Sonra atam xəstələndi. Anam ona necə biz qayğı içində görürük ki, valideynə belə baxarlar, sevərlər. Yəni o sevgi çox önəmlidir. Mən həmişə deyirəm ki, uşaqlara sevgi ötürmək lazımdır. Deməkdə getdim, bunu aldım, bunu şeylədim. Yox. O içdən olan o sevgini həqiqətən göstərmək lazımdır. Bəlkə də bu səbəbdən mən beləyəm, şənəm. Və daha özgüvənli, daha səmimisiniz, bəli. Yəni mən bu dəqiqə hər şeyi özüm edən bir qadınam. Mənə lazım deyil ki, kimsə məni nəsə eləsin. Az da, çoxdur. Maşallah qazanıram da, işləyirəm də. Yəni mən çox rahat öz maaşımı rahat şəkildə xərcləyirəm. Rahatam, heç kimdən asılılığım yoxdur. Bu çox gözəl bir şeydir. Niyə? Ürəyim istəyir, bunu alıram, ürəyim istəyir, gedirəm, yəni dostlarımı yığıram, əylənirəm, restoranda da çörək də yeyirik. Yəni mən rahat xərcləyirəm. Heç kimə zəng eləyib demirəm ki, mənə pul verin, ya nəsə belə. Özüm, hətta deyirlər ki, ay Mətanət, dünən maaş aldım, bugün işinə qalmadı. Dedim, qalmasın. Mən belə istəyirəm bugün. Yəni heç kim mənim qarşıma qoya bilməz ki, bunu belə eləmə. Niyə də? Həyata bir dəfə gəlirəm. Və özüm qazanırım. Özüm qazanıb, özüm yeyirəm. Bəli. Və ildə də bir dəfə də yox, 2 dəfə o, belə deyək də, vaxt tapıb tətilə çıxanda və yaxud da qış tətilində mütləq şəkildə mən gedib xarici gəzirəm. Niyə də olmasın?
Mən gəzməliyəm. Onun üçün istəmirəm ki elə. Mütləq olmalıdır bu belə. Sizin haqqınızda da oxuyanda, doğrudan müsahibələrinizi falan oxuyanda, məlumatlar toplayanda o çox xoşuma gəlmişdi, yetişdirilmə tərziniz. Hə. O bəzi valideynlər şey deyir ki, bu evdən çıxdınız. O dövrdə xüsusilə yəni çox idi. İndi də var o şeylər. Valideyn deyir, kəfənlə çıxıra bilərsən. Həmişə anam, atam mənim Çox arxamdadır. Hə. Həmişə nə olur olsun ailə problemlərimdə birinci və qərarlarımda heç vaxt mənim şəxsi həyatıma nə valideynim qarışdı, nə anam, nə atam. Yəni atam deyirdi ki, o sənin həyatındır, o sənin seçimindir. Pis də olsa biz sənin arxandayıq, yaxşı da olsa biz sənin arxandayıq. Hansı ki o arxa maddiyatdan getmir ha. Onlar ikisi də xəstə insanlar olub. Amma onların o dayağı, onların o nəfəsi, onların mənim problemlərimin içində mən heç vaxt qoymazdım ki, mənim problemimi kimsə bilsin. İndinin özündə də heç bir vaxt. Mən ona heç vaxt bir üzə vermərəm ki, ay bu nə oldu, nə olmadı. Mən çox əhval ruhiyyəm şənəm. O şənlik içimdəki bütün problemləri həll edir. Mən bilmirəm, anlada bilirəm ya yox. Həqiqətən mənim o pozitivliyim bilir, hara qədər, yox. Ola bilər mənim əhvalım olmasın, hardasa bir anlıq, sonra vəssalam, getdi. Budur, buyam. Mən beləyəm, məni necə istəyirsiniz qəbul edin. Zaten belə sevirlər məni. Budur da, belədir. Ona görə qonaqlar da gələndə deyir, necə rahatlıq sizin verilişinizə gələndə. Necə deyirəm, ayağınızı da çıxar, nəqablarınızı uzan, divanda uzan. Ayağın ağrıyır. Keçən dəfə Ceyhun gəlmişdi, o cin. O da əməliyyatı olunub onurğa sütununa. Tam yırtıq var idi orada. Yazıq nə otura bilir, nə bir şey. İnanın ki, mən bilmədim ona necə qoy. Kürəyinə qoyub, dayaq qoyuram, ölüb gülmək. Ay, Mətadiç evdə mənə belə qullaq eləmirlər. Dedim, yox, mən bilirəm ki, o ağrı nə deməkdir, həqiqətən də. Ona görə rahatlıq. Mən özüm rahat böyümüşəm. Kiçik bir evdə, amma rahat böyümüşəm. Sevgi. Sevgi rahatlıqdır. Radio ilə başlamısınız siz, yoxsa televiziya ilə? Radio. Sevirəm radionu. Radio aparıcını puxtələşdirir. Radio aparıcısı hər sahədə mükəmməl olur. Mən 95-ci il idi. 30 illiyim oldu bu il. Düz 30 il, bəli. Heç unutmuşdum. Yəni onu biz Xəzər axşamı verilişində də qeyd etdik. 30 il, balaca bir rəqəm deyil. 30 il. Hər gün güzgüyə baxıram, deyirəm, özün cavanlaşdırsan bu rəqəmlər arada. 30 il balaca rəqəm deyil, həqiqətən də. 95-ci ilin düz yanvar ayının 21-i mən ANS-2M radiosu milli qəhrəmanımız Çingiz Mustafayevin adını daşıyırdı. 102 FM ora gəlmişdim. Dedilər, xəbər aparıcısı lazımdır. Yəni bir qız var idi. Onun tövsiyəsi ilə gəldim. İncəsənətdə bir yerdə oxuyurduq. Bizdən bir neçə belə də kurs yuxarı idi. Gəldi bizə ki, ay Mətanət, xəbər oxuya bilərsən. Dedim, mən xəbər oxuya bilirəm. Mən nə bilim, vərəq də gətirmişdik. Özü ki, diksiyam yaxşıdır da. Belə sürətlə oxuram, amma oxuduğum şeyi anlamıram. Xəbərdir də, birdən ki, xəbər. Dedilər ki, biz gəl də, rəhbərlik xəbər aparıcısı, qız, səs gəldim. Dedi ki, səsim də mənim belə, ümumiyyətlə, bu səs tonu atamda, anamda var idi. Anam da belə zəhmli qadın idi. Bu səs tonu anamda, atamda və gəldim, üzündən oxuyanda dedilər ki, bu mütləq şəkildə elə yarıyır. Yarıyır deyəndə həyəcan bürüdü. Ay, mən xəbərdən uzaq. Hazırlayırdılar, verirdilər. Amma sonradan getdikcə artıq özüm redaktor, özüm elədim hər şeyi. Reportajlara gedirdim. Yəni, ANS məni mükəmməl öyrətdi. Hər şeyi, hər bir şey. Həqiqətən məktəbi o idi. Sanki başqa bir ali məktəb bitirdim. Oradan puxtələşdim. Radio mənim üçün çox doğmadı. 20 il radioda aparıcı işləmək, xəbər aparıcısı. Mən taksiyə əyləşəndə üzümü yox, səsimdən deyirdim ki, mənə filan yerə bilirdilər. Radioda xəbər aparıcısı. Bu çox önəmlidir, ha? Təbii ki, çox. Çox. Məni bu yaxınlarda harasa zəng elədim. Elə bir dənə salam verməklə dedim ki, bəs dedilər Mətanət xanımdır. Dedim, nə bildiniz? Sizin səsinizdən bilməmək olar. Yəni, bu mənim üçün qürur verici ki, bir saniyə səsdən, əgər tanıyırlarsa, nə çox, nə xoş mənə, amma sonradan artıq Fort Bayarda ki, mən o vaxt getdim, dedilər,
get bir Fort Bayardda sən təbiətindədir. Mən hələ xəbər aparıcısı idim ATV-də. Gələn kimi dedilər, sən başdan ayağa şou imişsən ki, Fort Bayardda bir şoular göstərirdim və dedilər ki, şou apara bilərsən. Dedim, mənim üçün fərqi yoxdur. Ona kimi aparmamışdı şou proqramı. Fort Bayarda gedib gələndən sonra. Bəs Fort Bayardan necə gəldi təklif sizə? Elə ATV-də çalışırdım. Aha, o vaxt İdman Nazirliyindən, nə bilim, həm də ATV kanalının o vaxtki rəhbərliyi çağırdı ki, belə bir layihəmiz var. Fort Bayard dedi, dəli oldum. Çünki mən izləyən bir insan olmaq. Bütün dünya səviyyəsinə, beynəlxalq bir səviyyədə proyekt. Və gəldi, dedim, gedirəm iştirakçı istəyirəm. Zahir da mənə deyir ki, az dayan da, aparıcı ol. Yox, mən iştirakçı, buradan vurum, oradan çıxım. Bilirlər ki, mən yəni idman tərzində olan bir insanam. Yəni hər şeyi bacarıram. Az dedi, neyvə lazımdır, yıxılasam, plan şey olacaq. Ölürdüm də Zahirun. Zahir çox gözəl yol yoldaşlığı var. Buradan da onu salamlayıram, həqiqətən. Zahir Baxşəliyev. Tutum əlimdən, bəsdir, aparıcı istəyirlər. Dedim, fərqi yoxdur, ora gedək. Ard-arda 2 dəfə getdik. Deməli, 2013 və 14-cü il, 2 il ard-arda getdik və ondan sonra elə 2013-dən gedəndə gəldim, dedilər, davay, çıx, şoya. Elə qaldım, heç kim inanmırdı. Dedilər, bu xəbər aparıcı, bu şou aparacaq. Amma mən içimdə əmin idim ki, mən şad bir insanam, can dolu bir insanam. Yəni alındıra bildik. Görün 2 ildir. Doğrudan da çox yaşanılır. Hərdən deyirlər ki, xəbərə qayıt, deyirəm, yox, mənim o ürəyim yoxdur daha. Xəbər, çünki son zamanlar xəbər aparıcısı hələ olduqda elə pis hadisələr olurdu. Mən efirdə ağlayırdım, saxlaya bilmirdim özümü. Mən gördüm ki, mənə çox pis təsir edir və rəhbərliyə dedim ki, mən dözə bilmirəm. Mən elə hər efirə çıxıb ağlasam nə oldu da? Həqiqətən gördüm ki, dözə bilmirəm. Hər bir ani hadisə istəyir dünyanın arasında olsun. Uşaqlarla bağlı nəsə bir hadisə oldu və salam mən özümü saxlaya bilmirdim. O da gördüm ki, həm özümə, səhhətimə təsir eləyir. Belə yaxşıdır. Belə çox yaxşıdır. Musiqidir də. Bəs Vətən xanım, heç olub ki, məsələn, verilişinizə gələn qonaqlardan belə deyim, xoşunuz gəlməyib, belə bir insan gəlib proqrama, xoşunuz gəlməyib ondan. Amma yola vermisiniz. Elə yola verirəm. Xoşum gəlmir deyəndə baxıram ki, o ilə ünsiyyət qurmaq çətin olur, amma mən onu biruzə vermirəm. Heç vaxt gözüm üstə yerim var. Elə rahat gedirlər ki, elə belə onu hiss etdirmərəm axı. Olmaz onu. Onu qətiyyən hiss etdirmərəm ki, mən bu insanla. Əlbəttə ki, olur, hamını sevmək qeyri-mümkündür, amma heç vaxt onu mən hiss etdirmərəm ki, mən bunu xoşlamıram. Hətta mənə redaktor deyir ki, ay Mətanət, filan kəs gələcək, o ilə aran necədir? Bilirəm ki, çox da xoşun gəlmir. Deyirəm, gəlsin də, bilirəm, qoy gəlsin. Hə, ay sağ ol, gəlsin. Onu da şey eləyirlər ki, birdən çağırarıq, sənin xoşuna gəlməz. Bir də bir şey bilirlər ki, mən risk birdən nəsə çönə bilərəm də. Onu dərhal biruzə verərəm. Bir də biruzə redaktor qolamı da, Mətiş, Gül, uca çönür sifətin, belə şeylər eləyirlər. Görürəm ki, yox. Bilirəm ki, normaldır hər şey. Olur elə. Amma siz onsuz yəni çox belə insan incitməyə bacaran insan deyilsiniz. Heç bilmir. Yox. Amma mənim xətrim heç kim dəyməsin. Siz Allah, o Əli Mirəliyev nə etmişdi bəs onu qovladınız? Qovalamadım. Qovalamadım. Məcbur qaldınız. Yox, qovalamadım. Elə şeylər olur ki, mən çox istəyirəm Əli müəllimi. Bilirəm, onun danışıq tərzi, amma hərdən, məsəl üçün, serialda mən deyə bilərəm, az bura gəl, az filan şey belə oldu. Sən niyə? Amma mən efirdə nəzakət deyiləm, mən mətanətəm. Az. Dedim, mən az deyiləm, əlverciyəm və mətanətəm. Mən biraz belə şeyləri sevmirəm. Öz hörmətiniz var təbii ki. Hə, mən eləmirəm ki, efirdə qonağıma. Bu şeylər eləmirəm. Kiməsə az demirəm ki. Yəni, səmimi olmaq bu o demək deyil ki, ay qız da demirəm, gədə də demirəm heç kimə. Hamı ilə, səmimi, adı ilə, sizdir, bizdir, danışıram. Amma ki, biraz elə şeylər, sonra gəldi, belə məni qucaqladı ki, mən səni sevdiyimdən, mən də sizi sevirəm, müəllim, amma elə şeylər var ki, o efirdə gözəl səslənmir. Ona görə biraz, o da həmin anda getdi. Sizin o ürəyinizdə ki, yoxdur, heç yoxdur. Elə olmaz ki, yəni, məndən neçə yaş böyük bir insanda yox. Çox böyük hörmətim var
Çünki savadlı bir mütəxəssisdir o. Savadlı insanları sevirəm. Mətanət xanım, elə bayaq canınız bir bəla dediniz, serialdan danışdınız. Biraz Qız Atası serialından danışmaq istəyərdim. Necə gedir çəkilişləriniz? 11 ildir gedirsə deməli yaxşı gedir. Çox qəşəng gedir. Çox qəribədir ki, 11 il əvvəl məhz ATV-də gündəlik verilişində bir komanda olaraq nəsə İlmətdin gəlmişdi. Buradan salamlayıram İlmətdini. Çox sevirəm, çox sevdiyim, yəni hörmət etdiyim insan. Komediya qrup, ümumiyyətlə Qız Atasının bütün kollektivini başda Rəşad Qarayev çəkir bizə. Rəşad Qarayev olmaqla hamını buradan salamlayıram. Dedi ki, Mətanət, bir serial var, istəyirəm eləmək. Orada ana obrazını oynayarsan, dedim hələ mənə de görüm nədir? Çünki mən kənarda ne bir şey deyəcəm, bilmirəm, hamıda olan bir şey deyil. Bunu deyim ki, ona qayıdım. Mən heç vaxt əynimə libas alanda mən onu geyinmirəm. Gözə yarı deyirəm, bu mənə olacaq və kənardan özümü o libasın içində görürəm və deyirəm, bu mənə yaraşmayacaq. Deyirlər, geyin, deyirəm, yaraşmayacaq. Özümü paltarın içində, kənarda görürəmsə, deyirəm, bu mənə olacaq və heç vaxt əynimə alıb onu geyinmərəm. Mən o qədər mükəmməl bilirəm ki, bu mənə olacaq ya yox. Bax, bu serialda dedim, ikicə kəlmə danış, nədir, necədir? Dedi, qızdır, qızların var, belə elə. Dedim, aha, qızlarım var, qız yoxdur axı həyatda. Aha, mən orada anamı oynayıram. Çünki məni anam belə elirdi. Mətiş, dən gəl bura, dedim, dadan, getdi. Dedim, aha, anamı burada canlandıra bilərəm. Yəni, nə yaxşı ki, getdim o seriala. Nə yaxşı ki, mən çox sevirəm o kollektivi. Çox mehriban kollektivdir. Hər şey, o kollektivdən, o mətbəxdən 11 ildir kənara heç nə sızmır. Söhbət bundan gedir. Hər şeyimiz oradadır. Hər şeyimiz, sözümüz, söhbətim. Bəli, mən çox sevirəm. Həqiqətən və məsələn ki, yayda məzuniyyət olanda deyirəm, bazar günü hara gedəcəm? Çünki gedirdim harası. Çünki evdə də oturmaqla aram yoxdur. Mən hara gedim? Bu necə oldu belə? Həqiqətən, nə yaxşı ki, o serial var. Hamının üzü gülür, özümüz gülürük nə qədər. Yəni, hamı biri-birini eşidir orada. Rejissorla, çəkiliş. Məsələn, elə vaxt olur ki, bir də görürsünüz ki, senaridə o yazılmayıb, amma özümüz düz qoş eləyirik, deyirik ki, belə eləyək, məsləhət alırıq. Hamı yaradıcıdır orada. Deyim ki, elə operatorlar belə kameranı çəkdi. Yox, o qədər yaradıcı iş var ki, orada kollektiv var ki, məncə ona görə sevilir belə. Ola bilər. Ola bilər nə idi? Üzr istəyirəm. Bu nə demək? Hər kəs həyatda səhv eləyə bilər, məsələn. Amma o qız anası olmaq duyğusunu da yaşadınız da orada, o serialda. Lazım deyil mənə. Elə oğlanlar yaxşı. Oğlan anası. Qız... Yox, mən təsəvvür etmirəm ki, mənim qızım var. Niyə? Dərdi böyük olar? Yox. Onun kimi xoşbəxt qız heç dünyaya gəlməzdi. O çox xoşbəxt olardı. Ay, o çox xoşbəxt olacaqdı. Necə ki, məni sərbəst böyütmüşlər. Dünyanı gəzəcəkdi, hər şey edəcəkdi onun üçün. O cür qız olur. Qızlara biraz fərqli yanaşıram. Qızlara başqa cür yanaşıram. Oğlan zaten öz yolunu tutub gedəcək, öz həyatını quracaq. Amma qızlar biraz fərqlidir. Mən deyirəm ki, yaxşı ki, qızım olmuyor. Yazıq olardı kürəkən, qızıma nəsə desəydi. Bəs oğlanlarınızla necədir? Oğlanlarla yaxşıdır münasibətim. Çox qarışırsınız onlara, yoxsa onlara qarışmırsınız çox da? Yox, niyə qarışım ki? Yox, niyə işlərinə qarışım? Və məsələn, necə bir gəlin gətirsələr qəbul eləməlisiniz Mətanət xanım? Mən niyə qəbul edirəm? Mən alıram onu, mənlə yaşayacağım və çatmır o. Mən ümumiyyətlə çatmır ki, gəlin mənə qulluq eləsin, gəlin mənə bir stəkan çay versin. O nə deməkdir? Niyə ki? Niyə mənə baxmalıdır? Niyə gəlin mənim qulluq ki, onun həyatıdır. Yəni, mən qarışmıram. Olub ki, oğlum gəlib ki, məsəl üçün, bu qızı istəyirəm, məsəl üçün, olub da. Mən heç vaxt deməmişəm yox. Amma demişəm ki, bax, deməmişəm o deyil. Demişəm, bax da. Hətta bir qıza biz üzük də taxmışdıq. Mən bilirdim ki, o deyil. Amma qarışmadım. Sonradan özü bildi. Ki, özü bilsin. Özü bilsin. Mən qarışaram, deyər anam elədi. Çünki mən bugün varam, sabah yoxam. Mən bilmirəm ki, həyat onlarındır. Və nə bilim, mən qarışmıram elə işlərə.
Onu sevsin. Sevsinlər, yalnız sevgi əsasında qurulsun həyat. Çünki mən gördüm anamın, atamın sevgisini, sevgi əsasında qurulanda mükəmməl olur. Hər şeyi bağışlayırsan, hər şeyi acılığa da dözürsən, yoxluğa da dözürsən. Hərdən deyirlər, pul nə bilim nə inandırım ki, pul yalnız vəsaitdir. Nəsə almağa, nəsə yeməyə. Münasibətə o pulun heç bir qarışığı yox. Heç bir qarışığı yox. Qətiyyən. Pul bəli bizə lazımdır. Nə bilim, həkimə gedirik, ora gedirik, bura vacibdir. Amma sırf iki insanın, ailənin, sevginin, sevgi ilə tək kişi qadın münasibətindən getmir ki, dost məni puluma görə sevirsə, sevməsin məni. Vallahi sevməsin. İncimərəm, heç sevməsin məni. Mən pulsuz da bu dünyanı gəzərəm. Həqiqətən. O şirin dilimlə oturaram bu dəqiqə, pulsuz da dünyanı gəzərəm. İnandırım ki sizə. İnanırım. Heyran olurum, mən sizə Mətənt xanım danışdıqca. Bir də baxıram ki, belə qalmışam. Efirdən çox sevirdim, belə həyatda. Laf sevdin, hə? Fikirləşirəm ki, yəqin efir xatirinədir də, yəni insanlara belə. Mən nəyinsə xatirinə rol oynaya bilmərəm. Budur. Çox gözəldir. Efirdə buyam, çöldə buyam. Mən mağazaya gedirəm də alış-veriş eləməyə. Hamı gəlir. Onlar şəkil çəkdirəm. Bu niyə olmur ki, qadasını alaram, qoyuram. Hamıya elə bir insan yoxdur ki, mən uşaq olur, əyilirəm onun belə deyək də boyunda belə dayanıram ki, qoyu inciməsi gün boyu balacadır. Mən nə boyda düşəcəm, əyiləcəm, yerdə də oturacam. Yerdə də otururam. Ay, mən paltarım batsın. Nəyə yaşayıram ki, Nigar? Onun üçün mü yaşayıram? Heç egonuz yoxdur. Egom yoxdur. Ola da mən əşyam üçün yaşayıram. Və elə bir insanam ki, bunu mən bugün almışamsa, sabah Nigar desə, ay nə yaxşıdır, deyəcəm sənindir bu. Sən onu istəməsən də mən onu sənə verəcəm. Yəni, niyə onun xətrinə dəyim? Axı, onun xoşuna gəldi. Qeyri-mümkündür, bu mənim həyat tərzimdir. Yəni, mən burada oturub söz xətrinə demirəm. Ətrafda da dostlarım var da. Onlar desinlər, həqiqətən mən eləyəm. Mən bacardığım qədər, bacarmadığım işə girmərəm. Kimsə mənə nəyəsə deyəndə canla başla, gecə 2 bilmərəm, 3 bilmərəm, qaçaram onun yanına. Mən beləyəm, mən sevirəm insanların yanında olmaq. Sabah olmasın o mənim yanımda. Mən yenə eləyəcəm onu. Hə, qarşılıq gözləmədən. Mən qarşılıq gözləmərəm. Mən sevirəm. Dünyada ən nifrət etdiyim şeydir. Bəzən elə olur ki, tutalım, Nigarın ad günüdür, mən ona bahalı bir şey aldım. Nigar məcburdur mu səhər mənə o bahalı nəsə alsın? Nigar səhər mənə bir də konfet də versə, mənim üçün bəsdir. O məni saydı. Qətiyyən, şirin söz də desə, gözəl bir söz də desə mənə qəbuldur. Yəni, mən heç vaxt dedim axı, mən elə bir kasıb ailədə, içdə böyümüşəm ki, hər şeyi görmüşəm Nigar. Hər bir şeyi görmüşəm. Paltarım olmayıb da, yemək də olmayıb da, amma mən çox sevgi içində böyümüşəm. Onu mənə anam, atam hiss etdirməyib. Budur əsas amil. Hiss etdirməyib ki, bizim evdə içinə yoxdur. Deyə gülə yola vermişik. Budur da. Ay, atam anama desin, niyə belə oldu, yox, qətiyyən. Anam eşinədən nələrsə pişirirdi, qoyurdu, yeyin, budur. İndi məsəl üçün uşaqlar, mən bunu yemirəm, onu yemirəm. O vaxt nə var idi, onu yeyirdi. Maşallah olsun ki, ölmədik, şey eləmədik. Həmişə deyirəm ki, stadionu indi 17 yaşında qız da qaçsın, mətanətdə. Gör hansı qaçar. O ləhliyəcək, mətişə elə qaçacaq. İdmanla məşğul olmuşdunuz? Yox, mən idmanla məşğul olmamışam. Sadəcə mənim ümumiyyətlə fiziki gücüm çox güclüdür. Maşallah. Yəni genetik gəlir və özüm məsəl üçün idmanın o bəzi fəndləri idi o ki, özüm öyrənmişdim. İndiyə kimi də o şeylər, plastika çox güclüdür məndə. Hərdən elə bilirlər ki, idmançıyam, idmana getmişəm. Yox. Mənim çoba əlivi gəl sıxım. Ay Allah. Üzüyü çıxar. Hə, ay Allah, qorxuram. Mən çox əlim. Ayda, həqiq. Çox bərkəm. Əlimi tərşə verirəm. Mən çox güclüyəm. Mən heç vaxt uşaq vurmaram. Allah göstərməsin. Yo. Heç kimin riski üçün deyil ki, mən. Bu dışarıdan gəlir bəs görürsən. Genetikdir. Genetikadan. Atam, anam,
qardaşım, hamısı güclü olublar. Ha, qardaşınız da var. Qardaşım da var, bacım da var. Onlar məndən çox böyükdülər. 10-11 yaş. Ha, evin balacası siz olmusunuz. Deməli mən doğulmuşam. 11 ildən sonra qardaşım evdə körpə uşaq. Anam o vaxt danışırdı ki, mən çox körpə olmuşam, gətiriblər evə. Bacım çox sevib məni ki, bacım gəlib, qardaşım qısqanıb. Anam deyir ki, bir də gördüm ki, nəsə xorultu səsi gəlir. Deyir, gəldim ki, deyir, 2 dənə deyir, semiçka da, dəni tumunu soxubram ki, ölüm. Boğulmuş. Ağlına baxıyor. Ki, ölsün. Ölsün, hə, deyir, ay, çok oldu, deyir. Uşağı deyir, öldürəcəkmiş. Hə, bax, elə bir şey olur axı, o qısqancılıq anı da ki, böyük uşaqlı ki, evə başqa adam gəlib, başqa bir yad adam gəlib. Belə şeylər də olur. Ağlına gəlib, o tumor. Hə, tumor, yatım yuxuma gəlməz ki, onu eləyim. Olur elə. Qızlar həmişə başqa cür yanaşır bacısına ya qardaşına. Hə. Amma ki, oğlandı da olub belə bir şey. Can, Allah saxlasın. Allah xoşbəxt eləsin. Əlbəttə, hamısını. Allah oğlanlarınızı da xoşbəxt eləsin. Mətanət xanım, efirlər haqqında sizdən soruşmaq istəyərdim. Hal-hazır ki, televiziyamızın vəziyyəti sizi qane eləyir, yoxsa? Baxır hansı kontekstdə, nəyi deyirsiniz? Verilişlər baxımından, aparıcılar baxımından, hansı? Məsələn, hal-hazırda efirlərimizdə intellektual verilişlər çox az sayıda. Mən qınamıram intellektual verilişi. Bilirsiniz, bu dəqiqə insanlar əylənmək istəyir. Oturub tarixdən danışacaq, göndərəcək. Bir intellektual veriliş olsun Nigar, onu da göndər. Baxmayacaqlar. Eynən. Baxmırlar. İnandırım ki, həqiqətən bu dəqiqə hər şey, mən heç kimi qınamıram ki, o televiziyada. Vallahi heç kimi qınamıram. Hər bir tikə çörək aparır. Ona görə də ay, bu niyə belə elədi, bu elə, bu onun yolu da onu tutub, belə gedir. Ağıllı bir şey eləyirsə, ağıllı danışdı, mənə ağıl öyrədəcək. Ona görə insanlar bu dəqiqə pult əlində, görüm arada, hətta bir də görürsünüz ki, lirik oxuyanda belə, ürəyimiz qalır. Burada çatlasındır. Ona görə mən heç kimi qınamıram, bu dəqiqə o vəziyyət deyil ki, ay, bu nə verilişdir. Tələbat var. İstəyirlər baxın. Ay balam, pult əlindədir. İstəmirsən çevir Türkiyəyə, çevir Rusiya kanalına. Hərəmizdə bir şeydir də, hərənin bir seçimi var. Ona görə də Allah hamısının canını sağ eləsin. Çünki bu dəqiqə hamı bir tikə evinə çörək aparır. Heç kimi qınamasın. Ay filan aparıcı belə elədi, hamısının qadasını alım, hamısını yenə deyirəm ki, çox istəyirəm. Bilirsiniz, mən həmişə bir şey deyirəm. Nə vaxta qədər, 100 yaşında da durub, 100 yaş dedim. Allah mənə 100 yaş ömür versin. Elə canım desə ağzımdan elə çıxdı. Niyə 80 demədim, 90 demədim, 100 dedim. Bir əsr yaşamaq. Evrənə mesaj. Aysa. Yəni durub efirdə nə edəcəm ki? Düzdür, hərçənd mənə deyirlər ki, sən 80 yaşında olanda belə olacaqsan. Bilməm, onu artıq hamı deyir mənə ki, sən bu uşuqluğu qorumaq, saxlamaq əlbəttə Allahın işidir. Amma ki, hamımız sabah bir gün yeni nəsil gəlir, yeniliklər gəlir. Bax, hamı o efirdə tutub dayanaq. Səhnəni, efiri, mikrofonu tutub dayanması deyilik ki, hər şey, amma sabah hamımız üz-üzə gələcək. Hansısa bir məclisdə, olur da, hansısa bir şou aləmi məclisində dururuq, qucaqlaşırıq, öpüşürük, ay, necəsən belə? Ay, mən oyla danışmam. Vay, mən bundan da, məndə elə şey yoxdur. Məndə elə şey küsüb, mən kimdənsə küsüm. Mən heç kimdən küsməmişəm. Bu şouda mən heç kimdən küsməmişəm. Ola bilər inciklik olub, bu da o halıdır da, nəsə ola bilər. Yenə də baxıram ki, görüşürük də, nəsə belə danışırıq da, yox, qətiyyən. Sabah hamımız, nə bilim, elə bir yerdə görüşə bilərik ki, niyə bir-birimizdən utanaq, çevrələk? Bunun xeyri var, şəri var. Ona görə də hamısını buradan salamlayıram. Allah hamısının canını sağlam eləsin. Vallahi, başqa nə deyim ki?
Çox sevdiniz Mətanət xanım. Çox təşəkkür edirəm doğrudan Mətanət xanım bizim verilişimizə gəldiniz. Mənə də xoş oldu. Çoxdan da belə səmimi söhbət heç kimlə getmirdi. Mən biraz nə yalan deyim qorxurdum. Niyə? Nə bilim dedim illərin Ay Allah, mən niyə belə hamı deyir qorxurdum. 30 il aparıcısınız. Dedim səhv eləyərəm. Yox, estağfurullah. Heç bir qüsur yoxdur. Heç kim deyir bir misal var ya, pafosla, loru sözdə olsa deyir anamın qarnında öyrənməmişdim. Vallahi elə hamımız ana bətnindən necə çıxmışıqsa eləyik. O yox. Artıq Allah bizi ana bətninə salanda hamımızın həyatını, xarakterini, niyə Nigar fevralda doğulub, niyə Mətanət martda doğulub, niyə filan kəs iyun ayında doğulub, o birisi başqa bir ayda doğulub. Deməli, belə məsləhətdir. Yəni, bugün Nigarla tete-a-tete oturub, ay mən 30 ilin aparıcısı, gözüm aydın. Bu sənin iş təcrübəndir. Nigar niyə pis vəziyyətdə qalmalıdır ki, heç vaxt qarşımdakı insanı, heç vaxt, əksinə zövq aldım. Çox təşəkkür edirəm. Həmişə mən sual verəsi deyiləm, ayol, necə sevindim bugün də mənə sual verdilər. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm, əzizim. Rəşad versən. Vay. Mətanət xanım, bu çiçəklər sizə Azaleya mağazasındandır. İnşallah ki, bəyənərsiniz. Nə bildiniz ki, mən xrizantemanı sevirəm. Ağ çiçəklər, bax bu ağ xrizantemalar mənə uşaqlığımı xatırladır. Mənə qızıl gül, yox da hansısa gül verəndə mən onu kimisə hədiyyə verirəm. Mənə xrizantema verəndə mən onu evə aparıram. Çünki mənim uşaqlıqda atamın mənə hər noyabrın 7-si o vaxt bayram günü idi axı. Bu da noyabrda qış çiçəyidir bu. Qışda ətirli, qəribə bir ətri var. O ilə yadımda qalır və uşaqlıqdan onu sevirəm. Görün mən nə qədər sevmişəm atamı. Bunun bir qəribə ətri var ki, mənə bütün uşaqlıq həyatımı xatırladır. Ona görə təşəkkürümü bildirirəm Azaleyaya və sizə Nigar. Çox sağ olun. Təşəkkür edirəm. Çox sevindim bəyənməyinizə. Çox sevindim gəlməyinizə. Təşəkkür edirəm. Mənə xoşdur. Buyur, bir dənə də çiçək. Ay, doğum günün. Təbrik edirəm Nigar. Təşəkkür edirəm. Mən də səni təbrik edirəm. 2 balıq bürcü. Doğum günüm idi. Ay, nə gözəl. Azaleya çox sağ olun. Çiçəklər üçün də çox təşəkkür edirəm. Minnətdaram. Bir çox filialları var Azaleyanın. Bizimki hər halda Nərmanov metro stansiyasının yaxınlığında yerləşən Qətəri Xanxoyski 132 ünvanındandır. Bu arada Azaleyanın 8 martla əlaqədar çox gözəl bir kampaniyası var. Hətta onlayn da sifariş verə bilərsiniz. İstədiyiniz ünvana dərhal çatdırılma ilə. Çox təşəkkür edirəm bir daha Azaleya. Dəyərli tamaşaçılarımız, sizə də çox təşəkkür edirəm. Dəyərli zamanınızı bizə ayırdınız, bizə sərf etdiniz. Minnətdarım. Bu həyatda kim olursunuz olun, nə olursunuz olun. Əsas odur ki, özünüz olun. Mətanət xanım, bir daha dönə-dönə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Xoş oldu mənə də sizə. əzizim. Sağ olun, çox sağ olun. Bu arada əziz dostlar, dəyərli izləyicilər, bizim Telegram səhifəmiz var, Baku Forum. Daha doğrusu dostlarımızın səhifəsi. Tanışlıq, hər hansısa bir işçi axtarış arayışı və yaxud da hər hansısa bir işlə əlaqədar istədiyiniz zaman müraciət edə bilərsiniz, əlaqə saxlaya bilərsiniz. Telegram Baku Forum səhifəsində. M-media. Ümumiyyətlə, M-lə başlanan nə varsa, hər şey çox unikal olur. Pozitiv olun.